Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir. Bir xəbər media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimində deyib. Dövlət başçısı Azərbaycanın xarici borcları ilə bağlı müəyyən işlər gördüklərini, son illər ərzində nailiyyətlər əldə olunduğunu bildirib. Bugün xarici borc Azərbaycan ÜDM-nin yalnız 6%-ni təşkil edir. Biz yenidən vəsaitləri cəlb etməyə başlamışıq. Burada ilk maliyyə təsisatlarından biri İslam İnkişaf Bankı qrupu idi. Çünki bizim həmin təsisatla güclü əlaqələrimiz var. Müştərək tariximiz mövcuddur. Bizim çox məhsuldar və konstruktiv münasibətlərimiz inkişaf edib. Bugün görüşlər ərzində bir çox sazişlər imzalanacaq ki, bu da yeni infrastruktur layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Biz yekun nəticədə qeyri-neft sektoruna əlavə dəyər verəcəyik, deyə Prezident qeyd edib. Əliyev vurğulayıb ki, xarici borcun səviyyəsinin aşağı olması üstünlükdür. Biz daha çox bununla bağlı vəsaitlər cəlb edə bilərik, lakin ehtiyatlı olmalıyıq. Bizim xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Düşünürəm ki, bu baxımdan Azərbaycan aparıcı ölkələr sırasındadır. Sabit maliyyə vəziyyəti var. Tarazlaşmış büdcəsi mövcuddur, deyə İlham Əliyev qeyd edib.